Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Artıq gəlincik yox, gerçək qız övladımın olmasını istəyirəm. Xəbər verilir ki, bu sözləri müğənni Nəfəs deyib. Rəngarəng verilişində qonaq olan müğənninin hamilə olduğu iddia edilir. Nəfəs isə iddialara cavab verməyib. Klarnet ifaçısı Hüseyn Məmmədoğlu sosial mediadan ona ünvanlanan yardım mesajlarından danışıb. Xəbər verilir ki, musiqiçi aldadıldığını bildirib. O, etibarından sui-istifadə edildiyi üçün artıq heç kimə yardım etməyəcəyini deyib. Hər gün mənə yardımla bağlı saysız-hesabsız mesajlar gəlir. Bacardığım qədər dəstək olmağa çalışmışam. Dünən bir zəng gəldi ki, uşağım ağır ürək əməliyyatı olunub, xəstəxanadadır. Ona təcili maddi kömək lazımdır. Dostum yardım göndərdi. Mən də dedim ki, məni görüntülü yığın, xəstəxananı görüm, nə problemimiz varsa deyin, kömək olun. O anda qardaş başladı bəhanələr eləməyə. Sonunda da dedi ki, mənim başqa problemlərim var. İnsan necə yalandan övladının adından belə şeylər də edə bilər. O qədər həqiqi xəstələr var ki, belə yalançılara görə biz xəstə insanlara da kömək edə bilmirik. Bu zəngi araşdırmasaydım, mən də inanacaqdım, pul göndərəcəkdim. Ona görə də artıq bütün yardımlara son qoyuram. Bundan sonra mənə heç kim köməklə bağlı mesaj yazmasın. Xəstənin gözümlə görməsəm, heç kimə yardım etməyəcəyəm.